bütün şəhidlərin qarşısına baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Türk, Azərbaycan Allah birliğini qorusun. Bu günlərdə mən özümə borc bildim ki, dövlətin ictimai nəzarəti olaraq, yəni bu günləri dövlətçiliyimiz var. Allah Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev ulu öndər bu xalqı işıqlı sabaha çıxarmasında bir nömrəli varis nümunədir. Allah Heydər Əliyevə rəhmət eləsin, qəbrini nurla doldursun. Bəli, bu günləri şəhidlərimizlə biz qürur duymalıyıq, qazilərimizlə eyni zamanda qürur duymalıyıq, fəxr eləməliyik. Bu günləri xalqımın xidmətçiləridir bu qardaşlarımız. Yəni bu günləri Ali Baş Komandan da yüksək səviyyədə şəhid ailələrinə, eyni zamanda qazilərə dəstək dursa da bəzi məmurlar var ki, yəni dövlətçiliyimizi gözdən salmaq istəyir. Yəni bu günləri hər birimiz qazilərə borcumuz var. Bu gün qazilərin qarşısında biz hər bir vaxt acizik. Yəni çünki bu günləri vətənin xidməti qardaşlarımızın, torpaqlarımızın azad olmasında yüksək səviyyədə iştirakçısı olub, dəstək olub. Mən də hər birini salamlayıram ayrı-ayrılıqda. Arzu edirəm ki, Cənab Ali Baş Komandan həmişə zirvələrdə olsun. Heydər Əliyevin siyasəti yüksək səviyyədə inkişafa doğru getsin. Allah Heydər Əliyevə rəhmət eləsin. Ali Baş Komandamızı Allah həmişə zirvələrdə eləsin. Qarabağ, Azərbaycan.